gələ bilər. Həmişə Allaha həmd deyirsən, əlhəmdülillah, hər şey əladır, hər şey yaxşıdır, hər şey var və həqiqətən də hər şey var, Allaha həmd olsun. Yəni, bu cür şikayətlərdən də çəkinmək lazımdır və yaxud da uşaqlar pisdir, uşaqlar sözə baxmır, nə bilim, fərsizdir, yararsızdır və s. Yəni, bu kimi sözlərdən və yaxud görsən, hərdən olur valideyn uşağını, ən çox da qız uşağını həm şeytan deyir və yaxud dəcəl deyir və yaxud hayasız deyir və s. Yəni, bu kimi sözlərin hamısından çəkinmək lazımdır. Başqa bir misalda Sa'd ibn Əbu Vaqqas radiyallahu anhu səhabə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ya Rasulullah deyir, mənim üçün Allaha dua elə ki, mənim dualarım qəbul olsun. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, ruzini halaldan elə ki, duanda qəbul olsun, düzdür. O səhabənin yanına bir kişi gəlir, deyir ki, bir qadın gördüm, yaşı çoxu idi, ancaq ki, deyir, bədəni boyu çox balacaydı. Və deyir, atasından soruşdum. Atası dedi ki, bir dəfə deyir, dəstəmaz alırdım. Dəstəmaz aldığım qabı qızım gəldi, tökdü. Və mən deyir, əsəbləşdim, ona bəddua elədim ki, Allah sənin ömrünü kəssin. Və deyir, atası deyir ki, həmin gündən sonra qızım heç vaxt böyümədi. Və subhanallah, ona görə də həmişə dediyimiz sözlərə fikir verməliyik. Yəni, xoşumuza gəlməyən sözləri və yaxud da imtihana səbəb olacaq sözləri işlətməməliyik. Həmişə də Allah subhanahu ta'aladan afiyet istəməliyik və unutmayaq bu sözü də ki, bəla insanın dilinə bağlıdır.